Dilarə xanım, salam, necəsiz? Salam, yaxşı olasınız. Xoş gəlmisiniz Nine Senses mərkəzinə. Təşəkkür edirik. Bugün biz Kundalini yoga mövzusunu müzakirə etmək istədik və təlimçi olaraq üst tutduq sizin yanınıza. Ümumiyyətlə Kundalini yoga nədir? Kundalini yoga insanın bədəninin, zehninin və enerjisini oyatmaq üçün yönləndirilmiş bir yoga sistemidir. O necə fərqlənir başqa yoga növlərindən? Kundalini yoga etdikdə insan daha çox və daha tez istədiyinə çata bilər. Bununla fərqlənir. Yəni başqa yoga praktikalarına müqayisə etsək, Kundalini yoqada daha sürətli proses baş verir. Yəni insan özündə, zehnində, bədənində tez bir zamanda dəyişiklik hiss etməyə başlayır. İstədiyini əldə edir deyəndə nəyi nəzərdə tuturuq? Məsələn, hər problem üçün ayrıca bir praktika var Kundalini yoqada. 5000-dən çox praktikalar mövcuddur. İnsanın əgər qorxuları çoxdursa, qorxuya uyğun praktikalar edirlər. Xüsusi meditasiyalar, nəfəs texnikaları və mantralar. Onların vasitəsilə insan azad olur öz qorxularından. Misal çəkirəm qorxunu, amma başqa məsələn adi bir xəstəlik yaxud panik atak kimi problemlər yaşayan insanlar belə tez bir zamanda Kundalini yoga vasitəsilə, oradakı kriyalar vasitəsilə şifalana bilər, sağala bilər. Yəni bu digər yoga növlərinə nisbətən statistikaya görədir, yəni? Bəli, bəli. Çünki burada daha çox insanın sinir sisteminə, birbaşa beyinlə əlaqədar praktika elə qurulub ki, sinir sistemini sakitləşdirir və hormonlara təsir göstərir balanslı şəkildə. Kundalini enerjisini insan öz bədənində aktiv eləmək üçün necə başlamalıdır, hardan başlamalıdır? İnsan gedib sınaq dərsinə qoşulmalıdır ilk öncə və dərs zamanı, praktika zamanı özünü necə hiss etdiyinə diqqət yetirməlidir. Əsas orada diqqətdir. Praktika zamanı özündə nə hiss edir, necə bir dəyişikliklər hiss edir. Yəni bundan başlaya bilər və özünə uyğun təlimçi seçə bilər ki, daha rahat olsun. Daha effektiv olsun. Daha effektiv olsun. Bəs təlimçinin nə qədər rolu var uğurlu Kundalini yoga ilə məşğul olan insan həyatında? Təlimçi də həmçinin çox diqqət yetirməlidir. Çünki insanlar fərqlidir, hər kəs unikaldır. Hər kəs bir problemlə gələ bilər. Eyni problem yaşamır. Hər kəsdə müxtəlif problemləri olur. Ona görə ona necə fərdi yanaşmalıdır. Və fərdi yanaşdıqda əlbəttə ki, daha çox effekt olur. Maraqlıdır ki, ən qeyri-adi problem hansı problem olub sizin yanınıza yaxınlaşıb danışılanda? Problemlər çoxdur. Bilirsiniz, ən çox müraciət edən özgüvənlə bağlı olur. Çünki bu tərəfində deyək, yəni xəstəlikdən başqa insanlarda qadınlar müraciət edirlər cəsarətli olmaq üçün, özlərinin tanımaq üçün və öz içlərindəki o gücü oyatmaq üçün. Əslində Kundalini yoga həm də insanın yatmış potensialını oyadır. Praktikalar etdikcə insandakı o güc oyanır. Kundalini enerjisi oyandıqca həyat enerjisi artır. İnsan daha xoşbəxt, daha cəsur, daha rahat və daha motivasiya dolu olur. Yəqin ki, travmadan sonra qadınlarda daha çox maraq yaranar yoqaya. Bəli, travma yaşamış qadınlar daha çox müraciət edirlər və bilirsiniz, çox maraqlıdır ki, onların özləri praktika etdikləri zaman özləri öz travmalarını şifalandırmağa başlayırlar. Biz təlimçi kimi onlara bir balaca köməklik edib yol göstəririk. Əsas onlar özləri bunu müşahidə edib və bunu yaşayaraq özləri özlərinə kömək olurlar. Yəni əsas güc insanın daxilindədir. Bəli, bəli. Daxilindədir. Bizim içimizdə əslində hər suala cavab var. Sadəcə olaraq o beyni susturduqca, sinir sistemi sakitləşdikcə insan özü özünə kömək ola bilir. Biz hər dəfə yoqanın müxtəlif növlərinə müraciət etdikdə bütün mütəxəssislər vurğulayırlar ki, məhz nəfəs birinci sırada yer tutur.
Bəli, bəli. yoqanın gedişatında, düzdür? Düzdür. Kundalini yoqada əsas nəfəs texnikaları demək olar ki, bütün dərs müddəti nəfəs texnikalardan istifadə olunur. Fərqli nəfəs texnikaları var. Həmçinin mantralar oxunur, xüsusi sözlərdən ibarət olan mantralar və nəfəs texnikaları istifadə çox etdiyimiz üçün nəticə sürətli şəkildə olur. Yəni effekti ona görə daha tez olur. Bəs yoqanı fitnessdən fərqləndirən cəhət nədir? Fərqlilik nədir? Əslində tamam fərqli bir şeydirlər. Fitnessdə dediyim kimi daha çox əzələlərə, əzələ məşqlərinə üstünlük verilir, amma kundalini yoqada isə birbaşa beyinlə, yəni sinir sisteminlə əlaqədar bir şeydir və o praktika zamanı həm hormonlar balansa gəlir, həm insanın ruh hali dəyişir. Əsas da ki, dopamin, endorfin hormonun yüksəlişi olur. İnsan özünü daha xoşbəxt, daha huzurlu və daha özgüvənli hiss edir. Kundalini yoqa ilə məşğul olmazdan əvvəl fiziki hazırlıq önəmlidir? Xeyr, fiziki hazırlıq önəmli deyil. Amma düzgün təlimçi seçmək çox önəmlidir. Yenə də deyirəm ki, kundalini yoqa praktikasına gəldikdən sonra insanda transformasiya baş verir. Yəni böyük dəyişikliklər hiss edir insan. Başlanğıcda hətta insan biraz depressiv hala gələ bilər. Bu normaldır. Çünki birbaşa sinir sistemindən işlədiyimiz üçün, hormonlarla işlədiyimiz üçün insanda dəyişikliklər olur və bunu başa salmaq üçün, yəni təlimçinin olması mütləqdir. Yəni təlimçi buna diqqət yetirməlidir və daimi necə deyim, əlaqədə olmalıdırlar ki, insan qorxmasın və qorxub bu praktikadan uzaqlaşmasın. Mən öz başıma gəlmiş bir hadisəni istəyirəm sizdən bölüşüm. Deməli, bir müddət müəllimlə məşğul oldum, yoqaya getdim. Həm enerji baxımından, həm düzgün nəfəs məşğələləri icra etmək üçün mənə mütəxəssis lazım idi. Sonra isə ev şəraitində başladım özüm məşğul olmağa. Amma mən nəfəs yolumu zədələdim, düzgün nəfəs almadım. Düzgün nəfəsin önəmli olmağından danışırıq. Yəni, mən düzgün nəfəs almadığımda hətta mənim bronxlarım zədələndi. Artıq nəfəs alırmışam, ciyərlərimə yük salırmışam. Belə hallarla necə mübarizə aparmaq lazımdır? Əlbəttə ki, dərs zamanı biz izah edirik düzgün nəfəs alıb verməni və neçə dəqiqə, hətta nəfəsi saxlamanın belə norması var, nə qədər nəfəs saxlamaq olar və nəfəsi verdikdən sonra neçə dəqiqə saxlamaq düzgün olar və nəfəs aldıqdan sonra nə qədər nəfəsi saxlamaq düzgün olar. Hamısını biz dərs zamanı izah edirik. Ona görə problem olmamalıdır. Yeni başlayanlar üçün nə məsləhət görərdiniz? Kundalini yoqa praktikalarına rahat gələ bilərlər. Burada güc tələb edən, yaxud bədənin elastik olması önəmli deyil. Burada sadəcə olaraq bir ilk addımı atıb başlamaqdır. Neçə müddət məşğul olmaq lazımdır ki, insan istədiyi səviyyəyə gəlsin, çatsın, istədiyi nəticəni alsın? Əslində insanın ruh və psixoloji halından asılıdır. Hansı etapdadır, həyatın hansı etapındadır. Burada hətta mən istədiyim yaş belə böyük rol oynayır. Çünki daha yaşlı insanlarda bir balaca proses çətin gedir. Çünki illərlə biz alışdırdıq, beynimizi alışdırmışıq eyni hərəkətlərlə, avtomatik yaşamışıq məsələn. Amma kundalini yoqa isə bizim düşüncələrimizi dəyişir, vərdişlərimizi dəyişir. Ona görə biraz yaşlı adamlarda vaxt çox çəkə bilər, amma gənclərdə daha tez almaq olar effekt. İnsanları çağırış etsək, niyə məhz kundalini yoqaya gəlsinlər deyərik? Mən öz adımla deyim, çünki hal-hazırda hər kəs stresli bir həyat yaşayır. Belə bir sözlər tez-tez eşidirəm xanımlardan, bəylərdən ki, beynim doludur, beynimdə sanki xaos var, düşüncələr çoxdur və bu düşüncələri susdura bilmirəm, yatmaq problemi olub, yeməyin dadını hiss etmirəm, qoxunu hiss etmirəm kimi belə şikayətlər olur. Mən ona görə deyərdim ki, kundalini yoqadan, praktikalardan istifadə etsinlər. Çünki həqiqətən bu praktikaları etdikdən sonra nəinki baxışınız, ruh halınız, sizin dad hiss etmə, hətta o belə güclənir. Qoxunu hiss etmə,
daha insan həqiqətən başqa cür başlayır həyata baxmağa və nəinki həyata, problemlərə belə başqa cür həllini də tez tapmağa başlayırsınız. Yəni, daha pozitiv olur. Bəli, yəni. daha pozitiv, daha motivasiyalı və daha özgüvənli, sevgi dolu. Hansısa bir yoga növünə uyğunluğu varmı Kundalini yoqanın? Bəli, oxşarlıq çoxdur. Mən məsələn Hatha yoga, yəni klassik yoga təlimçisiyəm. Əslində elə başlamışam. İlk növbədə Hatha yogadan başladım və mən həmişə həm paralel olaraq Kundalini yoga ilə məşğul olurdum. Sonra isə qərar verdim ki, bu iki yoganı birləşdirim. Həm klassik yoga, həm Kundalini yoga və gördüm ki, bunu belə edəndə çox tez nəticə almağa başladım və insanların daha çox xoşuna gəlməyə başladı. Çünki onlar da özlərində dəyişiklik hiss etməyə başladılar və mən ilk növbədə elə başladım. İndi fərqli proqram yaradıram. Həm klassik yoga, həm Kundalini yoga mix şəklində dərslərdə tətbiq edirəm. Həm də ki, sırf baxır insana. Elə var ki, insana sırf Kundalini yoga lazımdır. Onda dərsi sırf Kundalini yoga dərs kimi keçirəm. Yoga ilə paralel psixologiya ilə də məşğul olsalar effektiv olar. Yəni məsəl üçün hormonlar üzərində qurulub, travmalar üzərində qurulubsa bir insanın problemi, onun həlli üçün təkcə Kundalini yoga yetir? Mən sizə deyim, insan siz necə praktika etdikcə, zaman, vaxt keçdikcə insan çox başlayır, necə deyim, özü artıq həll etməyə. Yəni elə olur ki, bəlkə də biraz qəribə çıxar, amma sizin ehtiyacınız olmayacaq nə psixoloqa, nə nevropatoloqa. Həqiqət ciddi bir şey yoxdursa, əlbəttə ki, əgər sizdə daima məşğul olsanız, praktikalar var ki, hər gün etmək lazımdır. Məsələn, bir dənə praktika var, mən özüm şəxsən onu artıq 360 gündür edirəm. Bir gün belə qaçırmadan. Çünki onun effekti elədir. Hər gün etsəm mən onu və istədiyimə də çatıram. Yəni elə bir praktikalar var ki, 1000 gün etməlisən. Elə bir praktikalar var ki, gün ərzində 3 dəqiqə etməlisən. Əlbəttə onu da demək nəzərə istəyirəm sizinlə bölüşüm ki, Kundalini yoga da praktikaların da öz vaxtları var. Məsələn, elə bir praktika var, onu 3 dəqiqədən artıq etmək olmaz. Elə bir praktika var ki, 11 dəqiqədən artıq olmaz. Məsələn, var 3 dəqiqəlik, 11 dəqiqəlik, 20 və 30 dəqiqəlik. Misal üçün 360 neçə gün dediniz? Bəli, onu əslində məqsədim 1000 gündür. Niyyət tutmusunuz onun üzərində? Bəli, həm niyyətdir, həm də ki, inanın ki, öncə biz necə bir sistemdir Kundalini yoga. Öncə sizin sizdəki olan qaranlıq tərəfinizi, travmalarınızı, sizin qorxularınızı göstərməyə başlayır və siz bunun üzərində işləyirsiniz. Belə deyim, siz praktikanı etdikcə hərdən öz suallarınıza cavab tapırsınız. Məsələn, mən niyyət edib praktikaya girə bilərəm 11 dəqiqəlik. 11 dəqiqənin 6-cı ya və 7-ci dəqiqəsində o cavabı özümdə tapıram. Yəni hiss edirəm ya da ki mən iç səsimə qulaq asmağa başlayıram. Yəni beyin susur və insanın intuisiyası da daha çox üzə çıxır və istədiyim cavabı meditasiya, əslində bu dinamik meditasiyadır, Kundalini yoqadakı meditasiyalar və onların vasitəsilə mən istədiyim cavabı ala bilirəm. Ruhunuzla aranız necədir? Çox gözəl. Əslində ruhumla əlaqəm yoqadan öncə demək olar da yox idi. Nə baş verdi, nəyə anladınız, necə yaxınlaşdınız? İlk növbədə özümü tanımaqla başladı hər şey. Öz bədənimi, əslində özüm haqqında tamam başqa cür düşünürdüm, amma tamam başqa bir insan olduğumu gördüm. Özgüvəniniz artdı. Bəli, özgüvənim artdı. Kundalini yoqadan sonra mən özümü daha çox kəşf etməyə başladım. Özgüvənli oldum. Mən sizə deyim ki, yəni hal-hazırda belə danışmağım belə mənim üçün əvvəllər problem ola bilərdi. Mənim onlarda Kundalini yoqada çakralar üzərində də işləyirik. 7 əsas enerji kanalları var. Çakralar deyə adlanır və o çakralardan 5-ci çakra boğaz çakrasından əlaqədardır. Məndə isə boğaz çakramda problem var idi. Mən onu Kundalini vasitəsilə həll etdim. İndi mən deyəcəm sizə necə bir şey oldu. Məndə TSH hormonu yüksək idi. Mən müalicə götürmüşdüm. Və sonra dərmanları qəbul etməyi kəsdim. Qərar verdim ki, yoga vasitəsilə özümü sağaldacağam. Bir müddət qəbul etmədim dərmanları və əlbəttə ki, getdim analiz verməyə. Analizdə yenə yüksək çıxdı. Mən 40 gün, hər gün, bir gün qaçırmadan boğaz çakrası üzərində işlədim. Kundalini vasitəsilə praktikalar, nəfəs texnikaları, xüsusi mantralar və meditasiyalar.
40 gündən sonra getdim mən analiz verdim və analizimdə hər şey normal çıxdı. Yəni bilirsiniz necə Kundalini yoga sizə demir inanın. Təcrübə yaşayın. Təcrübə yaşadıkca özünüz görəcəksiniz ki, həqiqətən bu çox effektiv və çox güclü bir praktikadır. Qədim vaxtı bunu adi adamlara, yəni praktika etmirdilər. Yalnız ustadlardan şagirdlərə keçirdi. Sonra Kundalini yoga, yoga bacını vasitəsilə tanınmağa başladı. O qərar verdi ki, hər kəs bu praktikalardan istifadə etməlidir. Hardasa 1969-cu ildə onun vasitəsilə daha geniş yayılmağa başladı. Amma yenə də deyirəm, onu təlimçi ilə etsəniz daha məsləhətlidir. Çünki insanda həqiqətən böyük dəyişikliklər gedir. İnsan şok yaşamasın deyə, qorxmasın deyə ona görə təlimçi ilə məşğul olmaq daha faydalı və daha düzgün olar. Sizinlə praktikada bir çox insanlar gəlir ki, onların həm neqativ enerjilərini, həm gərginliklərini üzərinizə götürürsünüz. Axı siz onlardan işləyirsiniz və siz necə arınırsınız türklər demişkən? Siz necə təmizlənirsiniz bu neqativlərdən? Mənim özümə məxsus xüsusi praktikalarım var. Onların vasitəsilə özümü daha enerjili və daha yaxşı hiss edirəm və praktika etdiyimə görə heç bir problem yaşamıram. Və sonda hansı yaş həddindən etibarən başlasaq daha məsləhətli sualına da cavab alaq? Mən öz təcrübəmdən danışım. Məsləhət görərdim ki, özünü tanıma dövründən daha məsləhətlidir. Yəni uşaq yaşlarında məsləhətli deyil. Yeniyetmə? Yeniyetmə, bəli. 18 yaşdan yuxarı insanlara məsləhət görərdim. Yəni əsasdakı 18 yaşlarından daha yaxşı olardı, çünki çox da insan o qədər stres yaşamayıb və stresə davamlı olmaqları üçün Kundalini yoga etsələr yaxşı olar. Təşəkkür edirik. Çox maraqlı həmsöhbət oldunuz və Kundalini yoganın sirrini, Kundalini yoganın enerjisini insanlara çatdırdınız ki, onlar da həvəslənib qoşulsunlar bizə. Mən də sizə təşəkkür edirəm. Kundalini yogada sonunda Satnam deyirik. Satnam. Satnam.